Niyə kişilər qadınlaşır, qadınlar isə kişiləşir? Qadın düşünürsə ki, kişi nə qədər pul qazanırsa mən ondan da artıq qazanmalıyam. Bu qadında kişiləşmə gedir. Niyə demirik ki, ailəyə kömək edir? Niyə etməlidir ki? Kişi nə üçündür bəs? Bu ibtidai icma dövrü deyil ki. Onda paltarı sən özün yuy, paltarı özün ütülə, qadına getsin pul qazansın. Qadınla kişinin yerləşməsi belə olur, deyil? Yavaş-yavaş başlayır, birdən-bir olmur. Yoldaşma kömək məqsədilə də işləyə bilərəm. Necə olur Sən məsələn? yoldaşına kömək eləmək istəsənsə, mənəvi kömək olmalısan. İşli pul qazanmaq kişiyə kömək eləmək deyil, onun kişiliyini alçaltmaqdır. Onda qadınlar işləməsin, hamısı evdə otursun. Qadınlar Bunu da işləsin, ancaq özləri kef eləmək üçün. Sizin əgər təcrübənizdə uğursuzluq varsa, bunu hamıya şamil Mən etmək şəxs olmaz. danışmıram. Sevgi nədir? Sevgi nəvazişdir. Sənin ona baxmağındır, sənin o diqqətindir, qayğındır. Diqqəti necə göstər? Mahnılar niyə yazılır? Sevgi ilə yazılır. Rəsm əsərləri niyə yazılır? Olmasın oxuyacaqsan, sevgi ilə oxuyuram. Sən mənim ehtiyacımı ödəmirsənsə, mən səni sevmirəm. Asmizmadan danış. Elə hər biri Xeyr. Bu söhbətin axırı hara gedir? Biz o bloqerin çəkdiyi videolara baxanda görürük ki, cəmiyyət nə qədər uçuruma gedir. Siz bir psixoloq kimi beyninizdə varmı ya bu cəmiyyət nə tərəf qalmaq lazım? Bəli. Mən niyə çağırmıyorum psixoloq? Hüsnün qaşı firuzədəndir.